Bu dəfə yolumuz ölkəmizin ən qədim və ən gözəl şəhərlərindən biri olan Şəkiyə düşür. Planımız Gələrsən Görərsən qalasına təbiət yürüyüş edərək həm tarixin nəfəsini, həm də Şəkinin saf, sərin təbiətini hiss etməkdir. Gələrsən Görərsən qalasındayıq. Baxaq görək, bunun içində nə var belə. Gələrsən Görərsən qalasının ətrafında belə bir yerlər də var. İndi isə əsas marşrutdan kənara çıxaraq macəra axtarışına davam edirik. Düşünürəm ki, bu attığım addım sağlam bir trendə çevriləcək. Tez bir zamanda artıq qərar verməliyəm. Elə burada qalaq. İlk növbədə istəyirəm çantama ağacdan asım. Ona görə də mənə bir balaca ağac budağı lazımdır. Burada yerdə olan ağac budaqlarından istifadə eləmək olar. Bel çantam sanki ağacı qucaqlayıb. Belə daha rahatdır. Mən də gedim biraz ağac tapım. Burada bir düşərgə qurum. Bu belə. Olur belə şeylər.
möhkəmliyinə əmin olmaq istəyirəm. Çox hündür də ehtiyac yoxdur, ona görə bu qədər bəs eləyər mənə. Artıq düşərgəm hazırdır. Gecəni burada keçirmək istəyirəm. Düşünürəm ki, ən azından burada dallanacaq düzəldə bildim. Oturum, yoxlayım, görüm rahatlığı necədir. Məncə çox rahatdır. Bu iynə yarpaqlı ağacların da yarpaqlarından istifadə elədik. Burada yumuşaq yer yaratmaq üçün. Məncə əladır, qəşəngdir. İndi isə ocaq qalayacağım. Onun üçün yeri təmizləməliyəm. Düşərgə qurarkən vaxtımız çox getdi, eyni zamanda da enerji itirdim. Siz də bu məqamlara diqqət edin. Nə qədər ki, hava qaralmayıb, vaxtında düşərgənizi qurun. Ondan sonra artıq digər ocaq qalamaq üçün ağac parçalarıdır, odunla tapıb gətirməyə lazımdır ki, ocağınız həm qalayarkən, həm də davamlı olması üçün yanınızda ehtiyat ağaclar olsun. Hava çox soyuqdur. Mənə təcili şəkildə odun lazımdır. Ona görə də çöpləri əlimin altına qoyum. Yenə də toz ağacının qabığından istifadə edəcəm ocaq qalayarkən. Birinci növbədə bunu təmizləməliyik.
Sağ qalmaq uğrunda mübarizə aparan insanın bu formada ocaq qalaması onun üçün bir üstünlükdür, motivasiyadır. Çünki sıradan bir ocaq qalamaq deyil. Hər hansısa yandırıcı vasitədən istifadə eləmədən, xüsusi alışqandan istifadə eləmədən, yalnız maqnezium çubuqlarla və toz ağacının qabığından istifadə eləyərək bu ocağı əldə eləmək olur. Hər bir kamp sevər, təbiət sevər, ocağı bu cür əldə etməyi çox sevir. Mən buna əminəm. Ocaq qalayarkən rahatlıq hissi gəlir insana. Psixoloji durumu da yüksəlir. Belə məqamlarda ocağın böyük üstünlüyü var. Əgər tək qalırsınızsa, mütləq ocaq qalayın. Ocaq gərginliyi azaldır, vəhşi heyvanların təhlükəsini azaldır. Əgər ətrafımızda vəhşi heyvan varsa, bu ocaq onu bu ərazidən uzaqlaşmasına səbəb ola bilər. Artıq yavaş-yavaş öz düşərgəmə, necə deyərlər, təbiət evimə keçid almaq istəyirəm. Oturum istirahətimi eləyim. Səhər mənim uzun bir yolum var. Yaxşı olar ki, gecəni rahat keçirim. Ocağım da yanır. Bədənim də isindi. Hava çox soyuq idi. Dəhşətli dərəcədə üşümə var idi. Şükür ki, artıq ocağımız var. Bura elə bir yerdir ki, meşədən hər cür səs gəlir. Gah sağ tərəfdən, gah sol tərəfdən, gah qarşı tərəfdən. Baxırsan və düşünürsən, görəsən bu nədir belə? Bu sənin içində bir qorxu yaradır. Yaxşı bir söz var, qorxursansa qorxma. Həm də belə məqamlarda da motivasiyanızı, psixoloji durumunuzu üstün saxlamalısınız. Gülməyə çalışmalısınız. Nə qədər çətin də olsa, düzdür, indiki vəziyyətlə gülüş bir-birinə uzlaşmasa da, amma onu uzlaşdırmaq olar. Çünki çox da pis şeylər düşünsəz, negativə yüklənsəz, bu heç də yaxşı olmaz indiki vəziyyətdə. Ona görə də pozitivə yüklənmək lazımdır. Ara sıra özünlə zarafat eləyib gülmək lazımdır, mahnı oxumaq lazımdır. Əslində, belə bir yerdə ucadan da danışmaq olar. Çünki heyvanları özündən uzaqlaşdırırsan. Yaxınlıqda ayının peyninə də rast gəldik. Çox da düşünmək istəmirəm bu haqda. Mən artıq yavaş-yavaş öz yerimə yaxınlaşıb qismən gecələmək istəyirəm. Özüm üçün belə bir ağac düzəltmişəm. Bilmirəm, bu məni nə dərəcədə qoruyacaq. Ən azından bir müdafiə sistemidir. Mənim yanımda olsun. Yatsam belə bunu qucaqlayacam. Artıq təhlükəsizlik yorğanına bürünüm. Həmişə olduğu kimi təhlükəsizlik yorğanına bürünüb gecəni keçirəcəm. Ətrafdan nəsə səs gəlir. Hər dəqiqə bir dənə fısıltı, xışıltı səsi gəlir. Neysə. Fikir vermək istəmirəm, səslərə yatmaq istəyirəm. Yox, nəsə mən artıq burada təhlükə hiss edirəm. Bu ərazidən mümkün qədər tez bir zamanda çıxmaq lazımdır.
işimizi şansa buraxmaq olmaz. Bəlkə də biz ayının ərazisinə girmişik. Çünki ona aid izləri gördük. Ola bilər o bizi buralardan uzaqlaşdırmağa çalışır. Ona görə də vaxt itirmədən ocağı bir qədər dağıdacağım. Bu ocaq artıq tezliklə sönəcək. Daş ətrafındadır. Və biz bu ərazini tərk edirik. Buraları tərk etməliyik. Tez, gəl. Ses gəlir. Hər qaranlıq gecənin işıqlı səhəri var deyiblər. Gecə çox təhlükəli oldu, qorxulu oldu. Biraz həyəcan yaşadıq. Əgər belə bir şəraitdə macəraya çıxmışıqsa, bu kimi halların baş verməsi də normaldır. Əsas məsələ belə bir vəziyyətdən çıxmaq, belə bir hadisələ rastlaşarkən düzgün addım atmaqdır. Düşünürəm ki, gecə qaldığımız düşərgədən çıxmağımız ən düzgün variant idi. Çünki ayının, necə deyərlər, qonşuluğunda bir yuva qurmuşduq. Gecəni ona yaxın keçirmək təhlükəli ola bilərdi. Ona görə də başqa bir variantımız da yox idi. Oradan çıxdıq. İndi qalın bir meşənin içindəyik. Mən bu ərazidən tezliklə yaşayış məskəninə çıxmağa çalışacağam. Ağacın içi boş imiş. Amma buna baxmayaraq, ağac öz yaşamını davam eləyir. Bu meşəyə, bu təbiətə öz qatqısını qatır, necə deyərlər. Amma ağacın içinə baxın, bomboşdur. Belə, təbiətdə hər bir şey, burada olan bütün canlılar, hamısı öz necə deyərlər, faydalı iş əmsalını bu meşənin, təbiətin qanunlarına, yaşamına qatır. Bu ağac da o canlılardan biridir. Mən artıq yaşayış məntəqəsini görürəm. Və macəram yavaş-yavaş yekunlaşır. 2026-cı ildə yeni macəralarda görüşmək ümidi ilə.